60 metrlik nəhəng sekvoya ağacı və onun zirvəsində yaşayan qadın. O, bu ağacın zirvəsinə nə mənzərəni seyr etmək, nə də macəra yaşamaq üçün çıxmışdı. Məqsədi Luna adını verdiyi bu 1000 illik ağacı qorumaq idi. Julia Butterfly Hill düz 2 ilini Luna'nın zirvəsində keçirib. Bugün sizə inanılmaz cəsarəti və əzminə görə bütün dünyaya səs salan Julia'nın hekayəsini danışacağam. Julia 1974-cü ildə Amerika Birləşmiş Ştatlarının Missouri ştatında Mount Vernon adlı sakit bir şəhərdə dünyaya gəlib. Atası səyyar vaiz idi, yəni ailə daim yollarda olurdu. Bu səbəbdən Julia'nın uşaqlığı meşələrdə və kamp yerlərində keçib. Hələ 7 yaşı olarkən ailəsi ilə yürüşə çıxan Julia'nın barmağına kəpənək qonur və qəribədir ki, kəpənək uzun müddət onun barmağından ayrılmır. O gündən sonra dostları və ailəsi ona Butterfly, yəni kəpənək ləqəbini verir. İllər keçir. 22 yaşında Julia ağır avtomobil qəzası keçirir. Həyatı alt-üst olur. Başından ciddi zədə alır. Uzun müddət sağalmaq üçün mübarizə aparır. O bu hadisəni belə təsvir edir. O qəza məni yavaşlatdı və həyatımın nəyə dəyər olduğunu düşünməyə məcbur etdi. Bu hadisə onun həyatındakı dönüş nöqtəsi idi. Sağaldıqdan sonra Julia qərara gəlir ki, öz həyatını daha mənalı bir şeyə həsr etsin. O, Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatına səyahət edir. Orada Humboldt meşələrində 1000 illik sekvoya ağacları ilə qarşılaşır. Həmin vaxt bu meşələr Pacific Lumber Company adlı bir şirkət tərəfindən kəsilirdi. Julia bu mənzərəni görəndə dərin sarsıntı keçirir. Düşünür ki, bu ağaclar milyonlarla canlının evi, bizim nəfəs aldığımız havanın mənbəyidir. Onları qorumaq üçün nəsə etməli idi. 1997-ci ilin dekabrında o, fəalların təşkil etdiyi Tree Sit adlı bir etiraz aksiyasına qoşulur. Məqsəd sadə idi. Şirkətin ağacları kəsməsinə mane olmaq üçün ağaclara çıxmaq və oradan düşməmək. Julia Luna adını verdiyi təxminən 1000 yaşlı bir ağacı seçir və o həmin ağacın budaqları arasında yaşamağa başlayır. Hər şey ilk günlərdə macəra kimi görünürdü, amma zaman keçdikcə bu sınağa çevrildi. Julia yağışa, qasırğalara, güclü küləklərə, soyuğa dözməli olurdu. Yeməyi, suyu, isti paltarları ona könüllülər ip vasitəsilə çatdırırdılar. Şirkət nümayəndələri isə ağacı kəsməyə davam edir, onu oradan düşməyə məcbur etməyə cəhd edirdilər. Helikopterlərlə bəzən onun başı üzərində uçaraq onu qorxutmağa çalışırdılar, amma Julia təslim olmurdu. O günlərlə tək qalırdı, amma bu təkliyin içində daha çox təbiətlə bağ qurur, hər səhər günəşin doğuşunu ağacın budaqları arasından seyr edir, küləyin səsini dinləyirdi. Mən bir ağacın dilini öyrəndim, onun necə nəfəs aldığını, necə ağladığını hiss etdim. Bu etiraz düz 738 gün, yəni 2 il boyunca davam etdi. Dünyanın hər yerindən jurnalistlər bu hadisəni işıqlandırmağa başladı. İnsanlar Julia'nın cəsarətinə heyran qalmışdı. O, tək bir insanın nə qədər böyük təsir göstərə biləcəyini sübut etmişdi. 1999-cu ilin dekabrında nəhayət razılaşma əldə edildi. Pacific Lumber Company şirkəti Luna ağacını və onun ətrafında təxminən 3 hektar ərazini qorumağa razılıq verdi. Julia 2 ildən sonra ağacdan endi, amma artıq o sadəcə bir fəal deyildi. O, ümid və inadkarlığın simvoluna çevrilmişdi. Daha sonra o, Luna'nın Mirası adlı kitab yazdı və bu hekayəni bütün dünyaya çatdırdı. Ardınca Circle of Life Foundation adlı təşkilat qurdu. Məqsədi təbiəti qorumaq və insanları daha ekoloji bir həyata təşviq etmək idi. Julia bugün də ekologiya mövzusunda çıxışlar edir. O deyir ki, biz hamımız fərq yarada bilərik, amma bunun üçün ilk addımı atmaq lazımdır. Julia Butterfly Hill'in hekayəsi sadəcə bir qadının mübarizəsi deyil. Bu, insanla təbiət arasındakı sevgi bağının hekayəsidir. O sübut etdi ki, bəzən bir nəfərin qərarı bütün dünyada dəyişiklik yarada bilər. Videonu Julia'nın bu sözləri ilə sonlandırmaq istəyirəm. Əsl güc təbiəti idarə etməkdə deyil, onunla bir yerdə yaşamağı öyrənməkdədir.